Əli əleyhissalamın da imtihanı buydu. Peyğəmbərin zamanı idi. Allah soruşur Peyğəmbər vasitəsilə, Əli hazırsan Allah yolunda döyüşəsən? Deyir baş üstə, elə hazıram, döyüşüm, haqq yolunda vuruşum, razıyam tikə-tikə doğranım bu yolda. Əlim meydana girirdi, ən həssas məqamlarda əlini yollayırdı Peyğəmbər. Peyğəmbərin yatağında uzanırdı ən həssas vaxtı. Döyüş müqəddəratını onun zərbələri həll edirdi. Həmin Əli ki, döyüş meydanında qılınc əlində dincəlir, Peyğəmbər vəfat eləyib. Əli, Zəhranı qorumağa hazırsan, canımı verərəm Zəhranın yolunda. Amma yox, imtihan başqadır, əmr dəyişdi. Hamının gözü qabağında Zəhraya zülm olunacaq, sən gərək səbr eləyəsən. Əli deyir, baş üstə, razıyam. O cihad eləyəndə Allaha görədir, sakit oturanda da Allaha görədir. Əsl mömin nümunəsidir. Özdə kimlə sınağa çəkir Allah Əlini? Fatimə ilə. Canından keçmək daha asandır, Fatimədən keçmək çətindir Əliyə. Məktub yazır onlara, yazır deyir, əgər danışsam deyəcəksiniz ki, həsəddən danışıram. Yox, əgər sakit qalsam deyəcəksiniz Əli ibn Əbu Talib ölümdən qorxur. Mənim ölümə olan istəyim südəmər uşağın ana südünə olan istəyindən çoxdur. Mən o adamam ki, ölüm acısını Allahın düşmənlərinə mən daddırırdım. Qaranlıq gecələrdə zülmət fitnəsinin qarşısında düşmənin bayrağın yerə endirən mən olmuşam. Peyğəmbərin üzündən qəmə aparan mən olmuşam. Çünki cihad əmri verən Allahdır, səbr əmri verən həmin Allahdır. Özü deyir, boğazımda sümük, gözümdə tikan olan adamın vəziyyətindəydim. Xutbə oxuyur, biri qalxır, ey vay sən məzlumsan Əliyə deyir, deyir gəl yaxına, deyim sənə. Deyir, and olsun ki, səhraların qum dənələri qədər məzlumam, mənə zülm olun. Axırda deyirdi, Peyğəmbər vəfat eləyən gündən mən məzlumam.